Salam əziz dinləyicilər, bugün mən sizə həyatın sirləri rubrikasını davam etdirirəm. İstəyirəm ki, gələcəkdə deyək ki, məsələn 20-ci əsrin axırları, 22-ci əsrin əvvəllərində bizim Gəncə şəhəri haqqında müəyyən məlumatlar vermək istəyirəm. Ola bilsin ki, bu sizin üçün, mən bu indi söyləyəcəyim fikirlər ola bilsin sizin üçün bir fantastik fikir olar. Ola bilsin ki, deyirsiniz ki, bu sizin illüziyanızdır, bu sizin bir belə deyək, əfsanəvi fikirlərdir, mifdir. İndi insanlar necə qəbul edilsin, siz bunu əfsanə sayın, siz bunu fantastika sayın, siz bunu illüziya sayın, siz bunu mif sayın, əsatir sayın. Ancaq mən bunu deməliyəm, necə qəbul edirsiniz, edin. Yəni, ilahi qüvvədən aldığım fikirlər əsasında mən bu informasiyası nəzərinə çatdıracağım. Siz bunu necə qəbul edirsiniz, edin, öz şəxsi fikrinizdir. Və 20-ci əsrin axırlarında, 22-ci əsrin əvvəllərində Gəncə şəhəri necə olacaq? Yəni, mən Gəncə şəhərində anadan olmuşam və bu Gəncə şəhərində doğulmuşam. Və Gəncə şəhəri tali ilə çox maraqlıyam və ilahi qüvvədən xahiş elədim ki, mənim doğulduğum bu müqəddəs Gəncə şəhəri haqqında mənə məlumat versinlər. Hansı ki, bizim Gəncə şəhərimiz Şeyx Nizami Gəncəvi yetişdirib, Məsəti Gəncəvi yetişdirib, başqa dahilər yetişdirib və biz Gəncəlilər fəxr edirik belə dahilərlə. İndi gələcəkdə bu necə olacaq? Mən ilahi qüvvələr tərəfindən aldığım fikirləri mən birbaşa sizin nəzərinizə çatdırmaq istəyirəm. Gələcəkdə insanlar seçiləcək, yəni bir növ gələcəkdə insanlar iki qrupa bölünəcək. Adi insanlar və oyanışlı insanlar. Məhz oyanışlı insanlar Gəncə şəhərinə gələcək və bu oyanışlı insanlar Gəncə şəhərində toplanaraq özlərini bu şəhərin sakini qəbul edəcəklər. İndi isə ilahi qüvvə, sirli qüvvə tərəfindən aldığım fikirləri mən birbaşa sizin nəzərinizə çatdırıram. Yenə deyirəm, ola bilsin bu fikirlər siz əfsanə kimi qəbul edərsiniz, əsatir kimi, mif kimi, fantastika kimi, bu sizin öz şəxsi işinizdir. Gələcəkdə şəhər uçan boşqablar tərəfindən qorunacaq. Burada seçmə prosesi aparılacaq. Seçilmiş insanlar şəhərdə qalacaq. Seçilməmişlər uçan boşqablar tərəfindən şəhərdən çıxarılacaq. Gəncə şəhərindən başlayaraq mərkəz şəhər olmaqla hər 20 kilometr radius dairəsində çevrələr yaradılacaq. Həmin çevrələr yüksək enerjiyə malik sədlərlə əhatə olunduğundan sədin o tayında və eyni zamanda bu tayında olan insanlar üçün keçilməz bir yolda olacaq. Gəncə dairəsi böyüyərək böyük ərazini əhatə edəcək. Həmin ərazi Ödərstan dövləti adlandırılacaq. Heç bir qoşunu olmayacaq. Paytaxtı Gəncə şəhəri qəbul ediləcək. Bütün uçan boşqablar nümayəndələri burada öz səfirliklərini açacaqlar. Gəncə şəhərin kənarında böyük bir aerodrom tikiləcək. Yüksək şüurlar uçan boşqablarla aerodroma enəcək, şəhərin daimi qonağına çevriləcəklər. Onlar insanlarla kontakt yaradacaq, kainatın sirlərindən məlumat verəcəklər. Ödəristanda kosmogonizm cəmiyyəti qurulacaq. Ödər milləti kimi qəbul edən bütün millətlər vahid bir
İslam dini altında birləşərək müsəlmançılığın mərkəzi elan olunacaq. O dərstana 3 millət buraxılmayacaq. Bunlar Yahudi, Fars və Erməni millətləridir. Ödərlər adi insanlar yaşayan dövlətlərə kömək edərək onlarda kommunizm cəmiyyəti quracaqlar. Həmin dövlətlərdə varlı kasıb olmayacaq. Hər bir insan eyni hüquqa malik olacaq. Dövlət rəhbərləri qanunların alinə hörmət edəcəklər. Bu dövlətlərdə korrupsiya olmayacaq. Elə bir sistem qurulacaq ki, həmin dövlətlərdə rüşvət söhbəti aradan götürüləcək. Kapitalizm ən yüksək pilləsi olan imperializm məhv olunacaq. Onun yerini kommunizm cəmiyyəti tutacaq. Sürətlə elmi texnikaya qadir olan insanlar tezliklə qısa müddətdə kommunizm cəmiyyətinə, kosmogonizm cəmiyyətinə keçəcəklər. Kosmogonizm insan üçün ən yüksək ictimai quruluşdur. Bax, bu, əziz dinləyicilər, bu Gəncədə 20-ci əsrin axırlarında, 22-ci əsrin əvvəlində Gəncə şəhərimizin paytaxt olması və Gəncə şəhəri paytaxt olması, Ödəstan dövlətinin yaranması olacaqdır. Əlbəttə ki, bunu mənə ilahi qüvvəm, sirli qüvvəm deyibdir və bunu da mən sizə nəzərə çatdırıram. İndi istəyirəm isə bir qədər canlılar haqqında danışam, canlıların həyat tərzi haqqında. Canlılar yaranması üçün lazımi amillər olmalıdır. Həmin amillərin əsasında 4 nemət təşkil edir. Bunlar od, su, torpaq və havadır. Nemətlərin olması bütün canlıları, eyni zamanda insanları yaşadır. 4 nemət bütün aləmə gözəllik verir. Amillərin insan aləmində rolunu qeyd etmək istərdim. Od, atəş, enerji deməkdir. Canlıların inkişafında günəşin də mühüm rolu vardır. Günəş şüaları canlıların təkamül prosesində yaxından iştirak edir. Günəşdən alan enerji hesabına öz bədən temperaturunu nizamlayırlar. Hər bir canlı üçün onların orqanizm hərarəti sabit qalır. İnsan üçün bədən temperaturu 36,5 dərəcə Selsi qəbul edilmişdir. Onun daxili temperaturu 41 dərəcəyə qədər dözür. Lakin yüksək temperaturda adam məhv ola bilər. Deməli, hər bir canlı yaşaması üçün daxili temperaturları sabit qalmalıdır. Xarici mühitin temperaturu ilə orqanizmin temperaturu bir-birini tənzimləyir. Xarici mühitdə 38 dərəcə temperatur olarsa, bu zaman orqanizm temperaturunu nizamlamaq üçün tər vəzinləri işə düşür və tər vəzinlərinin axan mayi bədənin su ehtiyatını azaldır. Orqanizm su tələb edir. Adam soyuq su qəbul etməklə bədən hərarətini aşağı salır. Orqanizm kondensasiya prosesindən həyata keçirməklə öz hərarətini nizamlayır. Əgər daxildə temperatur yüksəlsə, bu zaman müalicə vasitəsindən istifadə etmə insan hərarətini aşağı salır. Od eyni zamanda ocaq pil kimi qəbul edilir. Hələ qədim zamanlarda insanlar oddan istifadə edirlər. Atəşpərəstlik sözü də od terminindən götürülmüşdür. Pir, ocaqlar, atəşgahlar odla bağlıdır. Günəşə sitayiş etmək, oda sitayiş etmək deməkdir. O da eyni zamanda enerji deməkdir. Kainatda baş verən prosesləri enerji şəklində qüvvələr nizamlayır. Enerji olmayan yerdə həyat ola bilməz. Canlılara həyat verən enerji, od, atəşdir. Enerji təbiətdə müxtəlif prosesləri nizamlayır. Hərəkəti nizamlayan müxtəlif enerji növləri vardır. Məsələn, mexaniki enerji cisimlərin hərəkətinə sərf olunan enerjidir. Həmin enerji kinetik və potensial enerjiyə bölünür. Kinetik enerji sistemi təşkil edən hissəciklərin hərəkət enerjilərinin cəmidir. Potensial enerji isə cismi təşkil edən hissəciklərin qarşılıqlı əlaqələrini, eyni zamanda onların xarici sahə ilə kontaktı zamanı yaranan təsir enerjilərinin cəmidir. İstilik enerji cismi təşkil edən hissəciklərin, yəni atom və molekulların nizamsız hərəkətinin kinetik enerjisidir. Yer kürəsində hər bir cisim bərabər sürətli hərəkət edir. İstər canlı olsun, istərsə cansız, onları yaşadan və nizamlayan enerjidir.
Enerji kainatda itmir. Yalnız bir növdən başqa bir növə çevrilir. İnsan da öz enerjisini tamamilə nizamlaması üçün ilk növbədə xarici mühiti nəzərə alır. Günəş orqanizmdə enerji nizamlanmasında əsas rol oynayır. Su canlılar üçün həyatdır. Su olmasa canlı yaşaya bilməz. İnsan üçün duzlu su zərərlidir. Onun yaşaması üçün bulaq suyu, torpaq qatlarına süzülən şirin su vacibdir. Hava insan ağciyərlərində tənəffüsü üçün lazımdır. Oksigen olmasa inkişaf olmaz. Torpaq isə insanın cismi bədəni hesab olunur. Maddi nemətlərin 90% torpaqda yetişir. Ona görə canlı əsas qida məhsullarını torpaq verir. Torpaq canlıların böyüməsində birbaşa iştirak edir. Onların təkamül proseslərində nizamlama aparır. İnsan dünyasını dəyişəndə isə cismi bədəni torpağa təhvil verir. Torpaq insanı böyüdür, onu maddi nemətlərlə təmin edir və sonra verdikləri yerinə özünə qaytarır. Həyatın inkişaf yollarında öz nəslini göstərən amillərin biri də meteoroloji şəraitdir. Yeni fəsillərə bölünməsi, onların insan orqanizminə təsirini nəzərə almaq lazımdır. Yayda yaşayış tərzi qışdakı həyat tərzindən fərqlənir. İnsan orqanizmi hər bir fəslə uyğun öz həyatını qura bilir, onun orqanizmi meteoroloji şəraitə tezliklə alışır və uyğunlaşır. Zamanın da insan həyatında mühüm rol vardır. İnsan iş rejimini zamanla qurmalıdır. Zaman çərçivəsində insanın əmək fəaliyyəti müəyyənləşir, gündüz reyl həyatını yaşayır, gecə isə əksinə öz həyatını qeyri bir aləmlə qurur. Gecə, gündüzün bir-birini təkrarlaması insan orqanizmin işlənmə və istirahət vaxtlarını müəyyənləşdirir. Kainatda yaşayan müxtəlif canlılar öz həyat tərzini kainat qanunu əsasında qururlar. Bu qanunda ümumi əməhəng duyulur. İnsan yaşayan yer planeti də bu qanun əsasında qurulmuşdur. Onlar da başqa canlılar kimi təfəkkür dili ilə bir-biri əlaqə yaradırlar. Maddi nemətlərdən uzaq idilər. Çox təəccüblü haldır ki, sonraki mərhələlərdə insanlar kainat qanunu çərçivəsində yaşamağa uyğunlaşa bilmədilər. Yaradan onlara şuurla bərabər ruh verdi. Beləliklə, insanlar adi insanlar, yəni ruhlu insanlara çevirdilər. Adi insanlar qəlblərində yaşayan ruhların təsir dairəsində ömür sürməyə başladılar. Müasir dövrdə hər bir insan həyatını dərk etməlidir. Həyat proqram qanuna uyğunluğunu nizamlamağı bacarmalıdır. İlk növbədə bunu riyazi qanuna uyğunluqlar əsasında həyata keçirməlidir. İnsanların həyatı sinuslar qanunu əsasında qurulmalıdır. İnsan ömrünün sinuslar qanunu əsasında izahını verək. İnsan ömrü y sinus x funksiyasının qrafik halıdır. Qrafikdə alınan əyri sinusoid əyrisidir. İnsan sinusoid əyrisi üzrə həyatını yaşadır. Sinusoid əyridə 0 nöqtəsi insanın anadan olan anı hesab olunur. Apsis oxu üzərində yerləşən 1, 2, 3 və s. rəqəmlər insanın ürək döyüntülərinin dayanmanıdır. Anın başlanğıc və son hədləri arasında 0, 1, 1, 2, 2, 3 və s. Orta maksimal hədlər amplitudun maksimal qiymətinə uyğun gəlir. Amplituda maksimal və minimal qiymətləri tərəqqi və tənəzzül hədlərinə müvafiq eynilik təşkil edir. Amplituda qiyməti insanın ürəyin ritmik tezinə asılıdır. Yəni amplituda və tezlik bir-birini tarazlayır. Deməli, insanın ömrünü sönməyən rəqsli hərəkətlər hesab etmək olar. Sönməyən rəqslər bəzən insan xarici və daxili təsirlərdən öz amplitudasını dəyişir. Normal insan üçün amplituda -1 kiçik bərabər böyük A hərfi kiçik bərabər 1 intervalında dəyişir. İnsanın ürəyinin ritmi xarici təsirdən pozulan zaman onun amplitudasının qiyməti dəyişkən olur. Bu zaman sinuslar qanunu pozulur. Sinusoidal əyrinin dəyişməsi insan ürəyinin ritmikliyinin pozulması deməkdir. Buna da səbəb xarici və daxili amillərdir. İnsanda nəbzin tez-tez vurması orqanizmin daxili və xarici qüvvələr arasındakı tarazlığı pozur. İnsanın iki tərəqqi və iki tənəzzül amplitudası arasında məsafə bir periyoda var olur.
Bir periyod 2 ana bərabərdir. Siz bilirsiniz ki, bir periyod t bərabər 2 pi bölünsün fi ilə təyin olunur. Yəni bu düsturla təyin olunur. İnsan ürəyinin ritmi daxili təzyiqdən pozula bilər. Qan dövrənin sürətli hərəkəti nəticəsində ürək döyüntünün artması ilə böhran nöqtəsi yaranır. Həmin böhran nöqtələr 0, 1, 2, 3, 4 və s. nöqtələrdir. Bu zaman amplitudun qiyməti sıfıra bərabər olur. İnsan həyatının canlı anları sönən rəqslər şəklində həyata keçirir. Biz bilirik ki, sönən rəqslər rəqs sistemindəki enerji itkisi nəticəsində amplitudu zaman keçdikcə azalan rəqsdir. Orqanizmin daxili müqavimətinə sərf olunan enerji ilə xarici mühitə sərf olunan enerji arasında balans pozulanda həyəcanlanma güclənir. Daxili orqanların xarici mühitdən aldığı həyəcanlar nəticəsində özünü qorumaq naminə ətrafa böyük enerji sərf edir. Nəticədə daxili mühitlə xarici mühit arasında əlaqə pozulur. Bu zaman insanın sinir sistemi oyanır, sinir sistemindən beyinə həyəcan siqnalları daxil olur. Həyəcan siqnalı impulslar göndərən ürəkdə ritmikliyin bərpası üçün tədbirlər görür. Daxili orqanların fəaliyyəti pozulmasın deyə orqanizmin daxili enerjisi daxili qüvvənin qiymətini maksimuma çatdırır. Orqanizmin daxili müqaviməti bədənin xarici örtüyünün bütün funksiyalarını bərpa edir. Nəticədə xarici qüvvə ilə daxili qüvvə arasında tarazlıq yaranır. Xarici mühitə buraxılan enerji nəticəsində orqanizmin daxili müqaviməti azalır, ürək döyüntüləri sürətlənir. İnsanın nəbzinin sürətlə vurması onun amplitudun güclənməsi ilə nəticələnir. Sonra daxili müqavimətin hesabının amplitudu get-gedə sönməyə başlayır. İnsan normal həyata qədəm qoyur. Rəqslərin sönməsi enerji itkisindən asılıdır. Sönən rəqslərdə periodlik pozulduğundan tezlik və period anlayışları mənasını itirir. Sönmə az olduqda rəqs dövrü kimi bir istiqamətdə baş verən iki ardıcıl yerləşmə arasında müddət götürülür. Əziz dinləyicilər, bu qədər sağ olun, gələn görüşlərdə.